24 iyun tarixidir. Gündəm xəbərin efirində Milli Məclisdə bugün müzakirə olunan daha bir məsələ ilə bağlı xəbəri diqqətinizə çatdıracağıq. Belə ki, Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri deputat Fazil Mustafa parlamentin bugün keçirilən iclasında çıxışı zamanı cəmiyyətin gündəmini sərt şəkildə tənqid edib. Müsavat.com xəbər verir ki, komitə sədri çıxışında qeyd edib ki, müasir ordu yalnız savadlı mütəxəssislərlə qurula bilər və bunun üçün güclü təhsil və universitet sistemi vacibdir. Ordunun əsas bazası savadlı insanlardan ibarət olmalıdır. Təəssüf ki, bugün bizdə ən çox müzakirə olunan məsələlər yasta ehsan verək yoxsa verməyək kimi məsələlərdir. Fazil Mustafa həmçinin peşə məktəblərə marağın da azalmasından, eyni zamanda televiziya ekranlarında elm adamları əvəzinə müğənnilərin debatlarda üstünlük təşkil eləməsindən də danışıb və bu mövzunu sərt şəkildə tənqid edib. Dünyanı məşğul olduğu məsələlərdən çox geri qalmışıq. Televiziyalarda xanım müğənnilərin kulturoloji debatları gedir. Elm adamlarının debatlarına isə nadir hallarda rast gəlinir deyə deputat bildirib.